Bilirdin ki birçok Hristiyan cavan artıq Həzrəti İsa adında bir peyğəmbərin olmasına şübhə ilə yanaşır. Bunun səbəblərindən biri də budur ki, Həzrəti İsa ilə bağlı bütün izlər tarixdən silinib. Həqiqətən də peyğəmbərin qəbrinin olması bizim üçün böyük bir nemətdir. Peyğəmbərimizin məscidi belə var. Bundan daha çox şeylər var idi. Təəssüf ki, bu nadan radikallar hamısını məhv etdilər. Ümumiyyətlə bunlar nə üçün müsəlmanların mənəvi abidələrini yox etmək istəyirlər? Bəlkə də Peyğəmbərin də adını tarixdən silmək istəyirlər. Ürəklərində qalsın. Bunlar nədir belə? Hara aparırsan bunları? Məlumdur hara aparıram kafirlər. Buranı dağıtmağa gedirəm. Peyğəmbər Peyğəmbər məscidini? məscidini? Bəli, bilirsiniz nə vaxtdan o günbəzi dağıtmaq planını cızmışıq? Bugünə qədər oranı dağıtmamağımızın səbəbi sizdən qorxmağımız idi. Ancaq mən heç nədən qorxmuram. Ha, Tarakan. Vay 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 vay! Uy 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 uy! Axı sənin bu günbəzlə nə problemin var? Adam buna baxanda ürəyi açılır. Kafirlər, Quranın harasında yazıb ki, qəbrin üzərində məscid inşa edin? O ayədə ki, Allaha pərəstiş edən möminlər Əshab-ı Kəhf üzərində məscid inşa etdilər. Halbuki bədxah müşriklər bu işə mane olmaq istəyirdilər. İndi başa düşdün Quranın harasında yazılıb. Ümumiyyətlə sən bu günə qədər Quran oxumusan? Ümumiyyətlə oxumağı bacarırsan? Ha? İndi vurum sizi partladım.